Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Noyabrın 5-idir. Təbii ki, biz yenidən Qızıla baxırıq. Qızıl nə edəcək? Səhər saatlarında Qızıl siqnal kanalında biz paylaşdıq. İlkin olaraq 3950-lərdən siqnal gəldi. Ondan sonra isə 3966-lardan gəldi. Yəni hədəf tamamlandı. Yenidən hədəflər, yəni yuxarıdakı hədəflər 3980-lərdən sonra 3995-lərdir və 4002-lərdən keçsə yenidən güclü alış əməliyyatları gələcək. Satışlar isə hazırki vəziyyətdə 3955-lərdə keçək. Biz Bitcoin-ə bir siqnal kanalında bu haqda məlumat verdi. Yəni mükəmməl bir nəticə əldə olundu. Və siqnal kanalında dünən Bitcoin haqqında da söhbət açdıq. Satış əməliyyatları biz YouTube kanalına, sosial şəbəkələrdə də 106.000-dən 105.700-800-lərdən satış əməliyyatları da, yəni $7000 bir eniş oldu yəni dünən və yəni ümumi olaraq $8000 eniş oldu. Satış əməliyyatları isə 7000 gəldi. Bugün alışlar 102, 103-lərdən sonra alışlar gələcək 104, 105-lərə qədər. Satışlar isə yenidən yəni bu minimaldan 101-dən aşağı formasında heç də yaxşı olmayacaq. Belə əzizlərim, inşallah keçək növbəti roliklərə.